Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Dünyada bir Azərbaycanlı layihəsinə baxırsınız. Mən İdris Cəfərov sizləri salamlayıram və bugün çox maraqlı mənim qonağım var. Çoxdankı dostum olmasa da mən onunla tanışdıqdan sonra belə bir his yaşadım ki, təəssüflər olsun ki, mən bu adamı çoxdan tanımamışam və Bakıda yaşayarkən bizim dostluğumuz olmayıb. Çünki biz Ukraynaya gəldikdə Kiyevdə bizim çox yaxın ünsiyyətimiz oldu. Mahnıları dərin, qəmli olmağına baxmayaraq, videolarda ATV-dən onu düşünən görürük. Amma həyatda çox pozitiv insandır və mən çox sevinirəm ki, bu insanla bizim dostluğumuz yarandı məhz o səfərdən sonra. Artıq bir neçə ildir ki, Almaniyada yaşayır. Çox insanlar onun yaradıcılığına olan sevgi qarşılığında deyirlər, qismət görəsən hardadır, qismət görəsən hardadır və bugün Dünyada bir Azərbaycanlı layihəsində Qismət Məmmədzadə. Xoş gördük sizi. Mən təşəkkür edirəm İdris, dəvətə görə təşəkkür edirəm. Bütün tamaşaçıları da salamlayıram və bu verilişin də xeyirli, uğurlu olsun. Sənin ümumiyyətlə proyektlərin həmişə nə eləmisənsə, həmişə yaxşı olub, uğurlu olub. Və yadımdadır ki, Bakıda bir neçə sənin proyektində də mən iştirak eləmişəm. Həm televiziyada, həm radioda. Yəni, adətən yaxşı keçib bizim bir yerdə olan söhbətlərimiz. Ümid edirəm ki, bugün də elə olacaq. Mən adətən, indi elə bir dönəmdir ki, Qismət, pandemiya oldu, sonra Ukrayna müharibəsi, iqtisadi bu qiymətlər artır, inflyasiya baş verir, katastrofik və bu məqamda qeyri-müəyyənlik dönəmində insanlar niyəsə başlayırlar nostalji hisslər yaşamağa, keçmiş üçün darıxmağa başlayırlar və keçmiş üçün darıxarkən müəyyən insanlar var ki, insanlar xatırlayırlar, görəsən bu hardadır, görəsən o hardadır və bu keçmiş üçün darıxmaların içində sizin də adınız sadalandığına görə istədim özünüz deyəsiniz. Artıq neçə ildə Almaniyadasınız, neçənci ildə ora daşındınız və Almaniya necədir? Deməli, 2015-ci ildən buradayam. İdris, bir də sən birdən-birə səndən sizə keçdin, bu başa düşmədim. Bizim aramızda səmimiyyət... Tamaşaçılar yəni belə, amma düzdür da. Yəni real həyatda sən deyək, elə sən də qalsın, buyur. Məncə o səmimiyyəti saxlayaq. Deməli, 10 il bundan əvvəl mən Almaniyaya gəlmişəm və hal-hazırda Almaniyadayam. Düz deyirsən onu, bəzən mən canlı yayımlar açıram YouTube'da, Qismətin Radiosu adlı bir veriliş düzəltmişəm və həftənin bazar günləri canlı olaraq onu yayımlayıram və orada çox insanlar mənə deyir, Qismət sən niyə getdin, niyə getdin, niyə getdin? Və mən də artıq dəfələrlə buna cavab verirəm ki, yəni məsələ burasındadır ki, insan həmişə eyni sənətdə qalacaq deyə bir şey yoxdur və yaxud da həmişə eyni ölkədə yaşayacaq deyə bir şey yoxdur. Yəni insan ömrünün elə dönəminə gəlir, çıxır ki, fikirləşir ki, yox, artıq bu elədiyim bu iş bəsdir və təzə bir şey yoxlayım, təzədən başlayım. Ona görə də dediyim kimi 10 ildə Almaniyadayam. Almaniya necədir? Almaniya yaxşıdır. Yəni ən azından yaxşı idi. Son zamanlar bu pandemiya dönəmindən sonra artıq vəziyyət nisbətən pisə doğru gedir. Məsəl üçün Almaniya iqtisadiyyatı resesiyadadır, sən bunu bilirsən. Bəli. Və müxtəlif yerlərdən asılılığı var deyə Almaniyanın, məsəl üçün Çindən, Rusiyadan, Rusiya qazından asılılığı var idi. Onunla bağlı çox problemlər yaşadıq. İndi adi Çinin o Nexperia firması Hollandiyada bir problem yaranıb, çip göndərmirlər. Bütün Almaniyada maşın zavodları artıq dayanma təhlükəsi qarşısındadır. Yəni elə şeylər baş verir ki ölkədə. Amma Qismət, bu da qarşılıqlıdır da. Çünki Avropa Şurası götürdü, Çindən gələn avtomobil sənayesinə 47% vergi qoydu. Çin də deyir, yaxşı, sən bunu eləyirsənsə, onda mən də sənin avtomobil sənayinə zərbə yetirəcəm və çipləri verməyəcəm. Yox, %100 haqlısan, amma yəni dediyim odur ki, Almaniya iqtisadiyyatı özünü başqa ölkələrdən asılı eləyib deyə və bu belə hadisələr baş verəndə bu bizə çox təsir edir də. Yəni Almaniyada yaşayan insanlara vaxtında məsəl üçün fikirləşirdilər ki, Almaniya iqtisadiyyatı möhtəşəmdir, burada heç bir problem ola bilməz, amma son zamanlar burada da problemlərin olduğunu görürük və təəssüf ki, belədir. Yəni Almaniya iqtisadiyyatının hal-hazırda yaxşı demək olmaz yəni buna. Pandemiyadan sonra ümumiyyətlə hər yer əvvəlki kimi deyil və deyilirdi ki, dünya ümumiyyətlə əvvəlki kimi olmayacaq. 2015-ci ildə Almaniyaya daşınmaqdan öncə biz Kiyevin Abalon dəniz sahilində, çay sahilində gəzərkən mən tövsiyə edirdim ki, Qismət, gəlin Ukraynaya, daşının Ukraynaya. Bura daha yaxşı olacaq, burada dil problemi yoxdur, burada siz artıq biznesmen olacaqsınız falan. Amma gördüyünüz kimi, məsələ mənim o zamanda sizə olan tövsiyəm də belə səmimi bir dost kimi, bugünkü gün müharibə başladı, yəni yenə də ya Almaniyaya ya harasa daşınardın.
Və Almaniya seçimi də indi artıq almanlarda da belə deyək də millətçi ruh, o sağçılar artıq reytinqlərdə, müəyyən seçkilərdə artıq önə çıxırlar və bu da müəyyən bir təhlükədir. Ona görə heç vaxt bilmirsən ki, harda və nə yaxşıdır. Sadəcə məqamı yaşamaq lazımdır. Məncə uşaqlıqda olur, evdən çıxırıq, bilmirik hara gedəcəyik və həmişə daha yaxşı yerə gedirik, daha maraqlı yerə gedirik. Yəni bu əminlik ki, istənilən halda nəticədə yaxşı bir yerə çıxacam, məncə yaxşı qərardır. Bəs bugün Almaniya daşınmaq istəyən insanlara kim gəlsin, kim gəlməsin? Çünki məsələn Amerika ilə bağlı mənim öz fikrim var. Avropada mən ildə bir neçə ay yaşayıram, mənim bu barədə öz fikrim var. Amma sizdən eşitmək istəyərdim. Avropaya daşınmaq, məsələ sırf olaraq Almaniya bugünkü gün nə dərəcədə aktualdır və gəlməyə dəyər yoxsa dəyməz? İndən belə 2025-dən söhbət gedir. İdris bilirsən necədir? Məsəl üçün o adamlar ki, Almaniyaya gəlməyi qarşılarına məqsəd qoyublar və bunu hansısa çarəsizlikdən, əlacsızlıqdan edirlər. Yəni mütləq ki, mən bu yaxınlarda Almaniyaya getməliyəm deyən adamlar. Əgər indi mən məsəl üçün onlara bir söz desəm, ancaq gərək pozitiv deyim. Çünki mən xəyalları demək istəyirəm qismət. İnsanların xəyalı var ki, Almaniyada hər şey superdir. İnsan orada gəlir 3000 avro maaş alır. Qiymətlər yuxarı aşağı bizdəki kimidir. Mən istəyirəm ki, sən o reallığı yaxınlaşdırasan ki, hər şey belə deyək də sizin düşündüyünüz, kinolarda gördüyünüz 15 il bundan öncə orada 5 günlük olan qohumlarınızın dediyi kimi deyil. Reallıq necədir? İdris, mənim də dediyim odur ki, mən yəni reallıqdan danışsam, bax o insanlar ki, ağıllarına qoyublar ki, yox, mən mütləq Almaniyaya köçməliyəm. Onlar artıq bizim kontingent deyil. Çünki mənim dediklərim heç də pozitiv olmayacaq. Çünki onlara ancaq gərək pozitiv cavab verəsən ki, Almaniya əladır, onların düşündüyü kimi gündə 3000 manat pul qazanmaq olur, nə bilim bir aya maşın almaq olur filan. Yəni, amma reallığa baxsaq, yəni Almaniya işləmək üçün yaxşıdır, hələ də yaxşıdır və sosial bir ölkədir. Yəni burada mənim xoşuma gələn tərəfləri odur ki, Almaniyada heç vaxt gələcək dərdi çəkmirsən. Yəni məsəl üçün Azərbaycanda var da bu dar günə pul yığım, qara günə pul saxlayım filan. Burada belə şeylər yoxdur. Burada o qara gün heç vaxt olmur. Çünki olsa belə həmişə dövlətin bir dəstəyi var və istənilən halda sənə hər hansı bir şəkildə kömək eləyəcəklər. Yeyəcək çörəyin olacaq, qalacaq evin olacaq. Və kommunalın ödənəcəyi, ev pulunu ödənəcəyi, sığortan ödənəcəyi ən vaciblisi ki, sən istənilən vaxtda həkimlərə gedə bilərsən. Yəni bunu hətta işləməsən də eləyə bilirsən. Məsələ budur. Amma o ki, Almaniyaya gəlmək məsələsi var. Baxır necə gəlmək. Bilirsən ki, bir neçə variantlar var da. Mühacir kimi gəlmək olar, evlənib gəlmək olar. Yəni burada bir Alman vətəndaşı ilə və yaxud təhsillə gəlmək olar. Bizneslə, təhsillə, bəli. Yəni mühacir kimi gəlmək məsələsi hal-hazırda o qədər aktuallığını itirib ki, yəni 100% keçərli bir səbəb olmalıdır ki, həqiqətən sən gəlib deyirsən ki, mən bu səbəbdən ölkədə qala bilmirəm. Etnik problem və yaxud da LGBT məsələləri, düzdür, o da artıq LGBT o qədər keçmir, amma sübut olunsa bəlkə də mümkündür. Amma siyasi ümumiyyətlə mümkün deyil. Yəni siyasi səbəbdən Azərbaycandan kimsə Almaniyaya gəlsin, həddindən artıq çətindir. Üstəlik də ki, bu Almaniya iqtisadiyyatının bu hal-hazırdakı çöküşü ki var, bunlar ona görə də çalışırlar ki, o insanlara eləsinlər və çalışırlar ki, insanlar gəlməsin bura. Çünki artıq dövlətin buna ayıracaq büdcəsi qalmayıb demək olar ki. Və mən fikirləşirəm ki, əgər hal-hazırda kimsə Almaniyaya gəlməyi planlaşdırırsa, bunu uzun müddətli planlaşdırmalıdır. Yəni əvvəlcə dil öyrənməlidir. Sonra məsəl üçün yaxşı əgər bir peşəkardırsa, elə bir işi var ki, Almaniyada həqiqətən də o işə ehtiyac var. O işin diplomunu filanını tanıtdırmalıdır Almaniyada və işçi kimi gələ bilər. Çünki burada çoxlu işçi açığı var. Mütəxəssis, artıq mütəxəssis kimi. Dediyim kimi əvvəlcə ilk şərt dil öyrənməkdir. Amma sırf mən durum bu dəqiqə deyim ki, hə mən duracam, gedəcəm Almaniyaya mühacir kimi orada nə bilim Azərbaycanda bir-iki mitingdə iştirak edəcəm, bir-iki polis mənə şillə vuracaq, onunla gedib Almaniyada oturmalacam, bu mümkün deyil hal-hazırda. Qismət, bir məsələni də deyim ki, tamaşaçıların da nəzərinə çatdırım ki, 70-ci illərdə Almaniya iqtisadiyyatının inkişafının çox belə möhtəşəm dövrü idi və insanlar nə vaxt artırlar, ailə qururlar, evlad planlayırlar. O zamanki hər şey yaxşıdır. Yəni heç kəs dar gündə artım barədə fikirləşmir. Çünki stabillik lazımdır, təhlükəsizlik lazımdır. Bu instinktiv olan bir tələblərdir və 70-ci illərdə Almaniyanın baby boom dövrü adlanır.
o dövrdə doğulan insanlar artıq bu yaxınlarda təqaüdə çıxmalıdırlar və Alman iqtisadiyyatının formulası belədir ki, 6 nəfər işləməlidir ki, 1 nəfər təqaüd alsın. Digər bir tərəf, Alman iqtisadiyyatının 48%-i orta təbəqə təşkil edir. Məsələn, əgər Fransa və İngiltərə vaxtı ikən koloniyaları olan ölkələrdən aldığı sərvət nəticəsində öz iqtisadi stabilliyini, sosial dövlət prinsipini idarə edirsə, Almaniya bunu edə bilmir. Çünki Almaniyada müharibədən sonra məğlub ölkə idi və burada industrializasiya gedirdi. Burada istehsalat var idi, burada yəni real sağlam iqtisadiyyat formulası var idi. Hansı ki, bugünkü gün biraz daha çətin işləyir və texnologiyalar var idi. Yəni Alman texnologiyaları Almaniyanı uğura gətirirdi. Və bugünkü gün Almaniya prosta paz ki, ay mənim dərim qaradır, ay məni narahat elədilər. Yəni bu insanlar artıq nəinki vacib deyil, heç maraqlı da deyil. Çünki Almaniya çalışan mütəxəssis lazımdır. Bu 6 nəfər, hansı ki bunda artıq yetişən o 1 nəfər təqaüdçünü saxlayacaq. Çünki Qismət bəy dediyi kimi sosial dövlətdir. Və mən məsələn ildə 5-6 ay Fransada yaşayıram, onlara da baxıram ki, siz düz deyirsiniz. Fransızlar çox rahatdır. Çünki sabah nə yeyəcəyini, nə içəcəyini, xəstələnsə nə edəcəyini düşünmür. Amma ikinci tərəfdən məsələn bizim vətəndaşların son 75 ildə yaşadığı streslər, bankda batan pullar, məsələn Sovet dönəmi dağıldıqdan sonra insanların zayomları var idi, pulları var idi, bunlar batdı. 90-cı illər 20 yanvar faciəsi, sonra Qarabağ müharibəsi, insanlar işıq yox, ümid yox, silah yox, çörək yox və bu streslər artıq insanları o həddə gətirib ki, baxırsan insanın 3 dənə evi var, yenə də istirahət eləmir. Yenə pul yığır ki, ev alın, birdən sonra pis olar. Yəni çox düzgün buyurdunuz ki, burada psixoemosional bir gərginlik var. Amma mən də məsələ 10 ilə yaxın Ukraynada yaşamışam və yəqin ki, müharibə başlamasaydı, hələ də orada yaşayardım. Qismət, Almaniyadan öncə çox götür-qoy eləyirdiniz. Yəni ölkələr barədə fikirləşəndə məhz Almaniyanı seçdiniz. Düzdürmü? Fikirləşmisinizmi? Bəs Almaniya yox, başqa ölkə olsaydı necə olardı? İdris, məsələ burasındadır ki, biz 2015-ci ildə Azərbaycandan Almaniyaya gələndə bizdə prioritet Almaniyaya gəlmək deyildi, prioritet Azərbaycandan getmək idi. Və o dövrdə sadəcə Almaniyaya gəlmək üçün münbit şərait var idi. Yəni mənim vizam var idi, ailəmin bizim vizamız var idi qısacası. Və Almaniyada mənim ondan əvvəl bura çox gəlib getdiyim üçün çox tanıdığım adamlar var idi. Və bu iki səbəb mən fikirləşdim ki, yaxşı bir başlanğıcdır. Birincisi viza problemi yaşamayacağım. Mən başqa ölkəyə getmək üçün gərək tezdən viza falan başvuru eləyəydim. Vaxt yox idi ona. İkinci də ki, bu tanıdığım adamlar mən fikirləşdim ki, ilk başda bizə hər hansı bir şəkildə kömək ola bilərlər. Ona görə, yəni o şərait Almaniyaya gəlməyə kömək elədi. Əgər həmin o şərait başqa bir ölkə ilə bağlı olsaydı, mən ora gedərdim. Bundan öncə biz vaxtı ikən çox populyar teleaparıcı Həsənlə danışırdıq və Həsən də məsələ tək səbir, taksi, çox vaxtının məşhur bir aparıcısı olub, amma deyir, Amerikaya gəldim, düşdüm pandemiya dövrü və bu çətinlikdə mən kuryer çalışırdım. Sonra moverda çalışırdım. Məsələ Qismət özü Azərbaycanda yaşayarkən demək olarmı ki, ayda maksimal bir 40-50 min pul qazanırdınız? Yoxsa yox, bu toylarda da indi şişirdilmiş məbləğlərdir. Yox, heç o vaxt elə deyildi. Yəni, bəzən Azərbaycanda haqqımda belə şayələr eşidirəm, hətta qəzetlərə də çıxır bu, yəni sosial mediaya da çıxır ki, güya mən gündə 7 min pul qazanırdım orada. Yəni bunu deyirlər, əslində bu yaxşı bir şeydir, mənim haqqımda belə fikirləşirsiniz. Amma toylara gedirdiniz, çox sevilən ifaçılardan biriydiniz. Sizi yəni dinləyirdilər, bəyənirdilər və ayda bir 10 gün toy olurdu mu yoxsa yox? Baxır aya da, məsəl üçün son zamanlar o qədər də olmurdu. Amma yəni Azərbaycanda zaten mənim qazanc problemim yox idi. Çünki Azərbaycanda deyək ki, ayda 2 dənə də toya getsən əgər, 2 toyun olsa və yaxud 3 toyun olsa, yenə də yaxşı pul qazanırsa, yenə də orta statistik bir Azərbaycan vətəndaşının aylıq maaşından qat-qat çox qazanır bir müğənnidə, doğrudur. Yəni ona görə heç kim deyə bilməz ki, biz yəni maddi problemlə... Yəni maddiyyatla bağlı heç bir çətinlik yox idi. Yox, qətiyyən. Onda belə bir əlavəni gətirim ki, Elariz Amerikada bugünkü gün məndən təxminən 5 ay bundan öncə bir ifaçını istədilər Amerikaya, toya. Biz məbləği deyəndən sonra yol pulunu hesapladılar, dedilər ondansa biz elə bu pulu Elarizə veririk.
Elariz də musiqiçilərlə gəlir, burada oxuyur. Yəni o da normal məbləğdir. Elariz çox, yəni hamı tanıyır birincisi, Azərbaycanlılar orada yaşayanlar. Elarizi təqdim etməyə ehtiyac yoxdur və gəlir, çox yaxşı toy aparır və məsələn 10 min pulu elə Elarizə verir. Amma Bakıdan 6 nəfərin gəlişi, gedişi, vizası elə 10 min, ancaq bunların yol xərcləri olur deyə Elariz demək olar ki, Amerikada yaşayan Azərbaycanlıların toy məclislərinin tamamilə ələ alıbdır. Qismət bir müğənni olaraq, çünki Almaniyada sizin qədər populyar və sevilən bir ikinci müğənni mən tanımıram ki, daimi olaraq orada yaşasın. Almaniyada yaşayan Azərbaycanlılar üçün belə deyək, fəaliyyətinizi davam etdirmə fikriniz oldu mu? Yoxsa siz bu sahədən də yorulmuşdunuz ki, toylar, musiqi ya həyatı nəinki yeni ölkədən, yeni sahədən də başlamaq istəmişsiniz? İdris, mən bura gələndə təbii ki, mənə toy təklifləri çox olurdu və hətta başlanğıcda bir-iki toylara da getdim. Və mən nədənsə fikirləşirdim ki, biraz bəlkə sadəlövlüyümdən əmələ gəlib bu, nədənsə fikirləşirdim ki, buradakı insanların zövqü daha fərqlidir. Yəni, buradakı insanlar, məsəl üçün Azərbaycanda necə idi? Nə qədər yaxşı mahnı ifa edirsən elə, məsəl üçün nə təzə bir mahnı yazdır, təzə bir bəstəkara pul ver, aranjman elə, mahnı al. Gəlirsən toya və səndən o mahnını istəmirlər. Səndən sırf toyda insanların oynaya biləcəkləri mahnıları istəyirlər də. Məsəl üçün şərti deyək, Bala Nərgiz. Mən bundan o qədər yorulmuşdum. Yəni mən fikirləşirəm, mən mahnı yazdırıram, gəlirlər məndən Bala Nərgiz istəyir. Onda mən bu mahnını niyə yazdırıram? Ümumiyyətlə bu adam məni toya niyə çağırır? Və fikirləşirdim ki, Almaniyada bəlkə biraz vəziyyət başqa cür olar. Burada toylarda daha çox deyərlər ki, qismət, sən öz ürəyin istədiyi mahnıları oxu, öz repertuarı oxu. Gördüm, yox, burada da elə deyil. Ona görə 2017-ci ildə mən dedim ki, bundan sonra heç vaxt Almaniyada toya getməyəcəm və artıq 8 il keçib üstündən və toylara da getmirəm. Nə qədər pul təklif eləyirlər? Yəni nələr? Çünki bizdə adətən belədir də, əl çatmayanda daha insan belə şirin olur axı. İnsanlar istəyirlər ki, yox, mən mütləq onu bir şəkildə gətirəcəm toya. Və heç bir şəkildə getmirəm. Yəni heç bir şəkildə musiqi ilə məşğul olmuram. Çünki qısa bir şey deyim. Mən Almaniyaya gələndə ümumiyyətlə heç bilmirdim ki, burada nə işlə məşğul olacağam. Çünki gəlişimiz o qədər dediyim kimi Azərbaycandan getməklə ona hədəf oydu deyə, yəni Almaniyada mən nə eləyəcəyimi bilmirdim. Sonra burada mən dövlət idarələrlə bu barədə danışdım. Dedim ki, bəs mən Azərbaycanda vaxtilə musiqiçi olmuşam, televiziyada aparıcı olmuşam və bəzi filmlərə çəkilmişəm filan. Yəni belədir də sənət. Bunlar da dedilər ki, sənin bu dediklərin burada ancaq hobbidir. Yəni bunu sən daimi bir iş kimi burada eləyə bilməzsən. Ona görə təzə bir şey öyrənmək əgər istəsən, biz sənə hər cür dəstək ola bilərik. Və mən dedim ki, tamam, heç bir problem yoxdur. O zaten öyrənməyin də yaşı yoxdur. 2023-cü ildə mən daxil olduğum bir universitet də deyil, texnikumda deyil, onun ikisinin arasında Almaniyada bir... İxtisas, peşə məktəbi deyək. Peşə məktəbi də deyil əslində. Çünki necə deyim, yəni mən çox fikirləşmişəm, Azərbaycanda onun ekvivalenti yoxdur da. Sertifikatlaşma, mən tamaşaçılar üçün deyim, Avropada ümumiyyətlə sən hətta mühafizəçi işləmək istəyirsənsə, belə fikirləşə bilərik ki, mühafizəçi üçün heç bir şey lazım deyil də. Sən müəyyən kurs keçməlisən və ya avtobus sürücüsü, məsələn 6 ay 21.500 avro, mənim bu yaxınlarda dostum Almaniyada sırf avtobus sürücülüyünə peşə yiyələnirdi. Dövlət onun yerinə 21.500 avro pul ödədi. Bu getdi artıq peşəkar həm sürücülük vəsiqəsi aldı, həm kursları keçdi, normativləri keçdi və yalnız ondan sonra işləyə bilərdi. Çünki Almaniyanın öz standartları var. Buyurun, yəni bu siz qeyd etdiyiniz kimi həm peşə məktəbidir, həm texnikumdur, yəni həm təhsil verirlər, həm ünsiyyət, həm praktika. Yəni hamısı bir aradadır ki, sonra bu sertifikatla sən çalışa biləsən bu sahədə. Həmin o dediyim yerdə 2 il yarım təhsil aldım. Və əvvəl yarım il hazırlıq kursu kimi oldu. Yəni orada baxırdılar ki, biz çünki orada müxtəlif sənədlər seçə bilərdim və o hazırlıq kursuna əsasən baxırdılar ki, kim nəyə qadirdir, kim nəyi oxuya bilər də. O hazırlıq kursundan sonra mənə təklif elədilər office manager, əslində Kaufmann für Büro Management'dir adı Almanca, amma Azərbaycanda təxmini tərcüməsi office manager kimidir. Və biz onu oxuduq. Orada İdris təsəvvür elə ki, nələr öyrənirdik də. Bəlkə bizim o öyrəndiklərimizi Azərbaycanda bəlkə universitet səviyyəsində uşaqlar öyrənir. O qədər ki, bizə material yükləyirdilər hər gün. Və onu mən uğurla başa vurdum bu il. Yaxşı da qiymətlərim oldu və ondan sonra artıq o üzrə
çalışmağa başladım və çox da xoşbəxtəm ki, bu toylardan, bu ümumiyyətlə bir də toylara getmək məni niyə yorurdu? İdris, təsəvvür elə ki, insan hər gün səsindən asılıdır. Təsəvvür elə, sən yuxudan oyanırsan və fikirləşirsən ki, görürsən mənim bugün səsim necə olacaq? Mən bugün gedib toyda rahat oxuya biləcəm yoxsa yox? Yəni bu adama mənəvi şəkildə çox böyük əziyyət verir. Əgər səsin yoxdursa, təsəvvür elə ki, insanların toyu pis vəziyyətdə qalacaq da. Yəni başqa da şansları yoxdur başqa müğənni gətirməyə. Və artıq mən bundan azadam, başa düşürsən? Yəni səsimlə bağlı bir ehtiyac hiss eləmirəm ki, mənim səsim var yoxsa yoxdur. Mənim üçün fərq eləmir. Yəni hər gün işimə gedirəm, pulumu qazanıram və xoşbəxtəm. Və rahatam. Çünki bəzi insanlar Azərbaycanda böyük sayda insanın xoşbəxt olub olmamağını onun maddi aylıq qazancı ilə, bağı ilə, evi ilə, sürdüyü maşınla fərqləndirirlər. Amma əslində bütün bunlar ətrafdakılar üçündür. Yəni ətrafdakılara göstərərək xoşbəxt olacaqsınızsa, onda siz Fransaya da gedəndə Parisdə Eiffel gülləsinin qarşısında şəkil çəkərək paylaşımla xoşbəxt olasınız. Amma əgər siz o Parisin sakit küçələrində gəzirsiniz və ya Louvre-da zövq alırsınız, orada görüntü ola bilər, o qədər də gözəl olmayacaq. Amma bu artıq daxili rahatçılıqdır və siz dediyinizi bu sahədə mən bir çox insanları tanıdığıma görə toylardan o qədər yorulublar. Amma tamaşaçı qıraqdan fikirləşir, nə istəyir? Heç insanların bir ayda qazanmadığını gedib bir axşama götürürlər. Hələ naşükürlük edirlər, hələ narazılıq edirlər. Qismət, dana, tikə, lülə, zavod çörəyi, qutab, təndir çörəyi. Təbii ki, xaricdə yaşayarkən mən ən çox darıxdığım məqamlardan biri də məhz yemək idi. Sən indi Azərbaycana gəldikdə ilk olaraq hara gedərsən? Gəl bunu virtual təsəvvür edək ki, havalimanından gəldin, birinci olaraq nə yeyirsən, nə içirsən, kimi görürsən, kimə zəng edirsən, nə inirsən? Mən Azərbaycana gəlsəm, İdris, nə dana, nə lülə, nə tikə, nə bastırma, nə digər, nə şaftalı şirəsi filan, belə şeylər arzum yoxdur. Onları heç Bakıda da sözün açığı, çox da belə mən adətən yeyib içən adamlardan olmamışam da heç vaxt. Bakıya gəlsəm təbii ki, çox dəyərli Kamran Həsənlini görmək istəyərdim. Sənlə Bakıda görüşmək istəyərdim və digər bir neçə dostlarım var ki, yəni onlarla belə virtual deyil də canlı ünsiyyət qurmaq istəyərdim və bir də şəhəri gəzmək istəyərdim sadəcə. Çünki Bakı mənim doğulduğum şəhərdir. Hər nə qədər də çox dəyişdirilsə də, hər nə qədər artıq görüntü olaraq mənə yad gəlsə də, çünki mən uşaqlığımdan demək olar ki, heç nə qalmayıb. Hətta mənim doğulduğum məhəllə belə qalmayıb hal-hazırda. Amma yenə də yəni doğulduğumuz şəhərdir də. Sadəcə nostalji yaşayacaq məqamlar və küçələr var. Nostalji yaşayacaq küçələr, məqamlar var. İstənilən halda. Sadəcə sırf belə bir mənəvi tərəfdən istəyərdim Bakıya gəlmək. Amma məsəl üçün Bakıda elə bir şey yoxdur ki, fiziki olaraq ya maddi olaraq heç bir şey yoxdur ki, mən deyim ki, mən onun üçün darıxıram. Yəni onun üçün Bakıya gəlmək istəyərdim. Yəni bu xırda məqamlar da ola bilər də. Mən məsələn Ukraynada çox sevirdim. Niyə? Birincisi ünsiyyət problemi yox idi. Azərbaycanlılar orada 500 minə yaxın idi və kifayət qədər keyfiyyətli Azərbaycanlılar ətrafı var idi məndə. Azərbaycan restoranında deyirdin ki, qardaş bir dənə kəkotu ilə çay gətir. Bir dənə də yanında doşab olsun. Bir də motal pendiri verərsən bizə. Yəni belə deyək də, Fransada məsələn mən 3 ay ərzində artıq müharibə başlayandan sonra gör neçə ildir, artıq 4 ilə yaxında buradayam. Kurasan yeyirəm, nə bilim, bu fransız foagra yeyirəm, nə bilim, krevetka yeyirəm, amma istəyirəm belə biraz xolistirinli, belə ağır. Mən əslində, mənə də baxanda deməzsən ki, mən çox yemək yeyirəm, amma belə deyək də, yemək əslində nə bilim, Freud nəzəriyyəsinə görə 3 dənə xoşbəxtlik amillərindən biridir. Qismət, artıq neçə yaşınız var sizin? 45 yaşım var idi. 45, maşallah. 45 yaşda öz xəsiyyətində, disiplinanda nələri dəyişmirsən ki? Məsələn, səhər gün çıxanda dururam, gün batanda yatıram, çörək yemirəm ümumiyyətlə. Yəni, həyat keyfiyyətini artıq indi hamı ya diyetadadır, hamı hər hansı bir nəzəriyyələrlə yaşayır. Yəni, qismət bugünkü gün cavanlığını, enerjisini, təravətini qoruyub saxlamaq üçün nələr edir? Bəzi şeylər var ki, Bakıda da eləyirdim. Məsəl üçün, Bakıda çox təəssüf ki, bu toylara gedən insanlar yaxşı bilir. Yəni, yatmaq rejimi çox uyğun deyildi də. Yəni, normal insanın yuxu rejiminə. Çünki biz toydan gec gəlirdik, gec yatırdıq və gec oyanırdıq. Burada onu dəyişdirmişəm bir kərə. Səhər tez oyanıram və axşam tez yatmağa çalışıram. Aktiv fitnesslə məşğul oluram. Çox kitab oxuyuram. Həddindən artıq çox, əgər vaxtım qalırsa. Sonra... Hazırda nə oxuyursunuz tövsiyə olaraq?
Bu fəlsəfi kitablardır, detektivlərdir, bu psixoloqlardır. Bir şey deyim sənə. Mən Almanyaya təzə gələndə burada deməli bir marketə getdik və təzə gəlmişəm. Yəni bilmirəm də yəni malların hansı daha yaxşıdır, hansı pisdir. Yəni pis deyəndəki dad olaraq. Məsəl üçün mən pivə almaq istəyirdim. Satıcıya dedim ki, burada yaxşı pivə Almaniyada hansı sayılır? Yaxşı pivə istəyirəm. Dedi ki mənə, çox maraqlı bir fraz dedi ki, bax cavan oğlan, sənin həyat yoldaşın sənin üçün gözəldir. Mənim həyat yoldaşım mənim üçün gözəldir. Ona görə bu belə bir şeydir ki, gərək sən onu içəsən, biləsən ki, hansı yaxşıdır, hansı pisdir. Mən onu sənə deyə bilmərəm. Məncə bu kitab mövzusunda da belədir. Çünki mən hal-hazırda məsəl üçün desəm ki, filan kitab yaxşıdır, ola bilər ki, o adamın o mövzuda ümumiyyətlə marağı yoxdur və deyəcək ki, buna baxıb bu məsələ. Mənim özüm üçün maraqlıdır ki, Qismət bugün nə oxuyur? Yəni düşüncəsi hansı tezlikdədir? Mən məsələ, Robert Greene Hakimiyyətin 48 qanunu. Maraqlı kitabdır. Yəni mən sənə tanıdığım bir insan olaraq tövsiyə edə bilərəm ki, Qismət, bax sənin üçün bu maraqlı olar. Sən də deyərsən ki, mən artıq oxumuşam, bu məqam xoşuma gəldi, bu gəlmədi. Ona görə mənə bir tanıdığım insan olaraq maraqlıdır ki, Qismət nə oxuyur indi? Sırf mən nə oxuyuram, əgər məsləhət verməyəcəmsə. Bax, məndə deməli vəziyyət belədir. Mən adətən 2-3 kitabı paralel oxuyuram. Çünki burada Almaniyada bilirsən, çox qatarlarda çox uzaq yollar gedir insan adətən gün ərzində. Və mənim bir tabletim var. Orada 2-3 kitab yükləmişəm. Çünki məsəl üçün bir kitab oxudun, bir fəsil, ola bilər səni yorur və daha onu oxumaq istəmirsən. Və o vaxt mən həmin kitabı kənara qoymaq əvəzinə, məsəl üçün kitab oxumamaq əvəzinə keçirəm digər kitaba. Onlardan məsəl üçün biri olur, deyim ki, Dostoyevskinin bir romanı. Digəri olur Çexovun novellaları. Məsəl üçün ondan yoruldum, keçirəm ona. Və yaxud Bertrand Russellin Dünya fəlsəfəsi tarixi və yaxud xoşbəxtlik haqqında və yaxud da kitabın adının tərcüməsini Azərbaycanca deyə bilmədim təəssüf ki, o başqa bir kitabı var. Və yaxud da dünya tarixi ilə bağlı başqa bir kitab. Dünya tarixi. Susan Weisbauer'ın bir kitabı. Hansı ki dünya tarixini bütün əvvəldən axıra anlatır da. Yəni belə müxtəlif kitabları eyni vaxtda oxumağa çalışıram ki, birindən yorulanda digərinə keçim, amma tək oxuyum, yəni oxumağa ara verməyim. Bu məqamda tamaşaçıların nəzərinə çatdırım ki, 10 dəqiqə kitab oxumağınız sizin orqanizminizdə kortizol qarmonunu 60% aşağı salır. Yəni kitab oxumaq eyni zamanda çox gözəl antidepressantdır. Yəni bəzən insanlar deyir, neyniyim, fikirliyəm, dərdliyəm, nəsə məni narahat edir. Yəni kitab oxumaq meditasiya bərabər bir yönətimdir. Ona görə çox gözəl xüsusiyyətlərdən biridir. Buyurun. Yəni kitabla bağlı bu. Yəni başqa deyəcəyim yoxdur. Qismət, dünyada çox maraqlı hadisələr baş verir. Artıq 2020-dən bu tərəfə onlar daha belə deyək də, elə bil hansısa bir Worldbuster'a baxırıq. Pandemiya başladı, sonra müharibə başladı, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bununla paralel Rusiyanın Ukraynada işğalçı müharibəsi baş verdi. Dünya bazarında qəribə hadisələr baş verir, qızıl qalxır kosmik dəyərə. Bitcoin birdən-birə gəldi, ən stabil valyuta kimi 108 minə. Bəziləri deyirlər ki, bu artıq sıfırlanacaq, kimsə deyir yox 1 milyon olacaq. Çox maraqlı fikirlər səslənir. Amma sən bilirəm ki, kifayət qədər müşahidəçi insansan və bu oxuduğun kitablar da müəyyən bir əsas fundament verir ki, öz təhlilin olsun. Səncə dünyada bugünkü gün nə baş verir? İdris, desəm ki, bəli, əslində müşahidə eləyirəm, doğru deyirsən, amma desəm ki, mənə bu mövzular o qədər də maraqlı deyil. İnandırıcı olar səncə? Yox, inandırıcıdır. Çünki fəlsəfi yanaşmalardan biri də odur ki, o hadisələr hansına ki sən təsir göstərə bilmirsən və onlar səni narahat edirsə, bu narahatçılıqdan artıq bir şey deyil. Bax, elə tam da bunu deyəcəkdim. Çünki mən Almaniyaya gələndə buradakı bəzi şeylər o qədər canımı sıxmağa başladı və müxtəlif insanlarla bu barədə müzakirə elədim, hətta mübahisə elədim. Məsəl üçün, adi bir şey deyim də, mən Almaniyaya gələndə mən fikirləşirdim ki, Almaniyada söz azadlığı 100%'dir. Yəni mən çox sadəlöv bir insan idim, yəqin ki, belə fikirləşirdim. Və sonra burada 10 il yaşayanda, o 10 il yaşadım və müəyyən illərdən sonra başa düşdüm ki, Almaniyadakı söz azadlığının limiti elə təxminən Azərbaycandakı qədərdir. Yəni bunu mən tam səmimiyyəti ilə deyirəm. Sadəcə aradakı fərq mövzu fərqidir.
Yəni Almaniyada hansısa bir mövzuya limit qoyulur, o mövzuda danışmaq olmaz. Azərbaycanda başqa bir mövzuya, amma aşağı-yuxarı eynidir. Yəni bu mənə o qədər pis təsir edir ki, mən hətta bir çox ağıllı adamla bir dəfə bu barədə danışırdıq. O mənə dedi ki, sizin ölkədə dedi bildiyim qədəri ilə insanlar adətən hökuməti tənqid eləyə bilmirlər. Çünki bu barədə elə bir senzura var sizdə. Və buna görə sizdə söz azadlığı mən düşünürəm ki, məhduddur. Mən də dedim ki, mən də düşünürəm ki, sizdə söz azadlığı məhduddur. Dedi, yox, bizdə hökuməti istədiyin kimi, istədiyin vaxt tənqid eləyə bilərsən dedim. Amma sizdə də başqa mövzular var ki, onlar barədə nəinki danışa bilməsən, heç düşünə bilməzsən. Məsəl üçün, heç kim durub deyə bilməz ki, mən Almaniyada, deyə bilməz ki, mən yahudiləri sevmirəm. Bunu desə böyük problemi olacaq. Bu da mənə görə söz Azadlığına fikir məhdudlaşdırılmasıdır. azadlığının məhdudlaşdırılmasıdır. Ona görə də bax belə mövzularda o qədər mən canım sıxıldı ki, sonda fikirləşdim ki, mənim artıq 45 yaşım var və həyatımın bilmirəm neçə hissəsini yaşamışam da. Onsuz da sənin dediyin kimi hadisələrə də təsir göstərə bilmirəm və artıq belə proseslərdən özümü kənarda saxlamağa çalışıram. Ümumiyyətlə xəbərlər oxumamağa çalışıram. Ümumiyyətlə dünyada nə baş verir, artıq maraqlanmamağa çalışıram. Çünki insana ancaq stressdən başqa heç nə vermir. Yəni bir adam yaxşı bir söz deyirdi ki, rüşvət də versən bir daha bu dünyaya gələ bilməzsən. Yəni ikinci şansımız olmadığına görə mən artıq bu mövzulardan uzağam, qardaş. İstəyirəm ki, həyatımı yaşayım, sağlam yaşayım, xoşbəxt yaşayım, xoşbəxt olmağa çalışıram. Daha çox Ona görə də artıq dünyada nə baş verirsə mənim üçün ilgiləndirmir. Daha çox görsən bu 10 il ərzində fərqli mühitdə yaşayaraq fərqli yanaşmaya gəlib çıxmısan. Yaşlı dövrünü necə planlayırsan Qismət? Yəni Almaniyada mı görürsən bunu, yoxsa hansısa digər bir... Çünki Almanların özləri məsələ yaşlı dövründə bəzi halda gedirlər daha digər ölkələrə, orada yaşayırlar. Yəni daşınma var da və ya səyahət edirlər və ya Asiyaya gedirlər və ya Bodruma gedirlər. Yəni Qismət özü yaşlı dövrünü harda görür? Mən bunu həyat yoldaşımdan da bəzən danışıram bu mövzunu. O qədər... Mənim üçün bu o qədər kədərli mövzudur ki, çünki həqiqətən bilmirəm. Yəni bəzən fikirləşirəm ki, mən müəyyən bir vaxtdan sonra bəlkə təzədən Azərbaycana qayıdacağam. Bəzən fikirləşirəm ki, yox, İspaniyada bir ev alıb orada yaşayacağam. Bəzən fikirləşirəm ki, yox, elə Almaniya yaxşıdır. Çünki burada yaşlılara o qədər yaxşı qayğı göstərilir. Yeri gəlmişkən bu elə dedim ağlıma gəldi. Bax burada bu yaşlılara qayğı mövzusu Azərbaycanla əməlli başlı tərs mütənasibdir. Məsəl üçün, burada insanlar, biz məktəbdə oxuyanda burada, bir dəfə bizim müəllimimiz gəldi, dedi ki, bir yaşlı qadın idi, 70-dən çox yaşı vardı. Gəldi, dedi ki, uşaqlar, məni təbrik eləyin. Dedi ki, Frau Tindürə nə baş verib? Dedi ki, bilirsiniz, mən bir ildən sonra həyat yoldaşımla huzur evinə gedəcəm, yəni qocalar evinə. Bu artıq təsdiqləndi. Biz bunun üçün... sorğu vermişdik, yəni müraciət eləmişdik və bu təsdiqləndi və biz çox sevinirik. Mən fikirləşdim özümə ki, necə yəni qocalar evinə gedirəm, sevinirik. Yəni baxın görün, insanlara artıq orada nə münasibət göstərilirsə o qocalar evində. Bunlar ora getməyə sevinirlər. Amma Azərbaycanda vəziyyət necədir? Azərbaycanda qocalar evinə getmək o deməkdir ki, yəni məni atdılar, məni tərk elədilər. Mənim uşaqlarım mənə xəyanət elədi. Belə bir yanaşma var da. Ona görə də mən fikirləşirəm ki, hətta burada da gedib rahat insan qocalar evində ömrünün sonunu keçirə bilər və heç də pis yaşamaz. Yəni bəlkə bu da bir variant. Həm fikir insanlar var da. Məsələn, mən bu sualı tez-tez artıq 40 üzərində orta yaş krizisidir. Eyni yaşdayıq səndən. Dostlarla müzakirə edəndə elə çoxu deyir ki, bağda olaram, nə bilim Bakı bağları, nerede oynayaram, samavar çayı, dostlar gəldi, kebab çəkdi, arada balığa getdi. Yəni bir çox insanlar məhz bu belə deyək də eyni tip görürlər. Çünki Fransada mən olanda qocalar evi hardadır? Ən mərkəzi yerlərdə. Yanında parka çıxış da var. Yəni bunları artıq problemli, yaşamış, ömrünü və cəmiyyətə lazımsız bir adam kimi qəbul etmirlər axı. O qocalar evində işləyən insanlar normal maaş alırlar. Onların əyləncəsi var, onların filmləri var. Bunların sevdiyi, gənclik dövründə dinlədiyi musiqilər var. Həm fikirdirlər, oynayırlar, rəqs edirlər. Hətta orada ailə qururlar onlar. Yəni bizdə desən ki, kimsə 75-80 yaşında ailə qurur, bu mental fərqlərdir. Amma
daxilən yenə də Azərbaycana yaşlı dövrdə bu da bir planlardan biridir ki, qayıdarsınız. O dövrdə Almaniyanın vəziyyəti necə olacaq bilmirəm. Yəni ona görə də məsəl üçün 3 il, 5 il əvvəl bəlkə sən bunu soruşsaydın mən %100 deyərdim ki, hə, Almaniyada qalaram. Amma indi artıq bunlar məsəl üçün görürsən gah nüvə enerjisindən imtina eləyirlər, bu bir tərəfdən təsir eləyir insanlara. Çinlə problem olur, başqa cür təsir eləyir. Miqrasiya var, başqa cür təsir eləyir. Və yaxud da bu yaşıl enerji, əməlli başlı bunların hal-hazırda o qədər türklər demişkən kafalarını takıblar ki, bu yaşıl enerjiyə də, ona görə nüvə enerjisindən də imtina elədilər. Və bu birbaşa insanların iqtisadi durumuna çox pis təsir eləyir. Və sən bayaq dedin sağçıların burada sözlərinin yavaş-yavaş Səslərinin daha ucadan gəlməsi. Bəli, artması da, yəni onların nüfuzlarının artması. Bu elə ondandır. Çünki sağçılar məsəl üçün nələr vəd edir? Deyirlər ki, biz nüvə enerjisinə qayıdacağıq, çünki bu daha ucuzdur. Biz Rusiya ilə münasibətləri bərpa eləyəcəyik, çünki biz Rusiyadan daha ucuz qaz alırıq və bizə heç maraqlı deyil onların Ukrayna ilə yaşadığı problemlər. Bizə öz xalqımızın həyatı daha maraqlıdır. Sonra biz sərhədlərdə güvənli sistem yaradacağıq ki, hər istəyən adam gəlib Almaniyaya girə bilməsin. Qaçqın məsələsini həll edəcək. Elə vədlər verirlər ki, artıq insanlar onların o digər ekstremist tərəflərinə baxmır. Çünki insan hamı yaxşı yaşamaq istəyir də. Və fikirləşirlər ki, hə, AFD nə gözəl, yəni bu sağçılar nə gözəl vədlər verir, elə bunları seçmək. Siyasi arenada onlara sağçı populist deyirlər. Populizm nədir? İnsanların eşitmək istədiyini deyir sadəcə. Amma bu nə dərəcədə alınan da alınan deyil, bu artıq məsələnin ikinci tərəfidir. Və mən fikirləşirəm ki, Almaniyada hökumət bundan nəticə çıxartmalıdır. Çünki sağçılar təzə, yəni AFD partiyası təzə yarananda ilk seçkilərdə cəmsi 11-12% səs yığmışdılar. Artıq indi hardasa 25%-ə yaxında onların səsləri. Və bu gün-gündən artır. Məsəl üçün 2029-cu il seçkilərində ola bilər ki, daha çox olsun. Düzdür, yenə də koalisiya problemi olacaq. Heç bir partiya onlarla koalisiyaya getmək istəməyəcək, azlıqda qalacaqlar təbii ki. Amma yenə də onların böyük müxalifət olmasına gətirib çıxardacaq bu. Və bu da əgər həqiqətən də sağçıları Almaniyada təhlükəli hesab eləyirlərsə, o zaman həqiqətən də Almaniyada bir təhlükə olacaq. Qismət, mən özüm bu barədə fikirləşəndə artıq xəritəni ölkələrə yox, qitələrə bölürəm, ərazilərə bölürəm və hər hansı bir proses pandemiya göstərdi ki, konkret olaraq bir məkanda yox. Yəni bu Çindən başlayıb Amerikaya qədər davam edə bilər və bütün Avropanı da əhatə edə bilər. Və rahat, sakit, xoşbəxt ölkələr barədə fikirləşəndə son dövrdə siyahıya Costa Rica gəldi. Costa Rica'da sən demişkən heç nə insanların vecinə deyil, pura vida. Təmiz, saf həyat fəlsəfəsindən yaşayırlar. Qohumlar, dostlar, yaxınlar, ünsiyyət, dadlı yemək, musiqi, rəqs, əyləncə və pura vida. Yəni nəzəriyyə ondadır ki, ekologiyanı qoruyaq, həyatda nəyimiz varsa buna şükür edək və sadəcə həyatdan zövq alaq. Və digər tərəfdən Asiya ölkələri, məsələ Tayland olsun, Vyetnam olsun, mən onlarda elə bil o bizim artıq adiləşdiyimiz həyat səviyyəsinə arzu kimi baxmalarını görürəm. Hər hansı bir sənə iş görür, xidmət göstərir. Sən ondan sonra ona pul verirsən, sənə təşəkkür bildirir. Yəni bir mental olaraq sən deyirsən, özümə ehtiyac duydum ki, yeni bir peşədə, yeni bir məkanda, yeni bir ölkədə həyatımı daha da uzun edim. Mən də son zamanlar məsələ bu həyatıma rəng qatacaq mühit dəyişikliyini məhz Avropa ilə və ya Amerika ilə yox, Asiya və ya Latin Amerikası ölkələrində daha çox görürəm. Çünki orada elə bil bu saflıq və səmimiyyət daha çox qalıb. Məncə də. Eynən mən də sənin kimi, yəqin ki bu bizim yaş dövrümüzdən əlaqədardır. Müəyyən yaşdan sonra artıq insan qocalırıq İdris, qocalırıq. Ya, ucalırıq. Deyir, bir çox insanlar qocalır və müdrikləşir. Amma bəzilərinə qocalıq təkcə qocalıq gəlir. Yəni, əslində fəlsəfə də bundan ibarətdir ki, yaşlı insanların 10%-ı cəmi müdrikləşir. 90%-ı yaşdaşaraq uşaqlaşır. Çünki sentimentallaşır, yaddaş ona görə zaten bizim, bayaq sən soruşdun, dünyada nə baş verir? Məncə, o sənin dediyin o yaşdaşaraq uşaqlaşma məsələsi var ha. O da bax bizim bəlamız. Məsəl üçün, Putin'də də həmin proses gedir, Trump'da da həmin proses gedir. Digərlərində ona görə bax dünya hal-hazırda bu vəziyyətdədir. Yəni bu adamlar da yaşlaşaraq müdrikləşsəydi, bəlkə indi biz daha başqa bir dünya görəcəkdik. Qismət, harada getsə, yəni istənilən halda Azərbaycanlıyıq, Azərbaycanlılar axtarırıq. Yəni hardasa Azərbaycanla yəni böyük bir bağlılığımız var da, vətənimizdir.
və bu doğmalığın içində kənardan müşahidə edərək ola bilər ki, nələrsə də bizi sevindirir. Ki, nə yaxşı bu Azərbaycanda belə oldu. İndi o yaxşı tərəfdən bu 10 il ərzində kənardan baxaraq Azərbaycanla bağlı səni sevindirən məqamlara nəzər salmaq istəyirəm. Bu ola bilər hətta Qarabağın hansısa bir oyunda qələbəsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası. Yəni bu bəndlər də varmı? İdris, 100% var. Təbii ki, mənim şəxsən Azərbaycan hökumətinin siyasətində bəyənmədiyim tərəflər də var. Amma insan həmişə obyektiv olmalıdır. Təbii ki, Qarabağın azad olunmağı bu bizim qürurumuzdur. Hal-hazırda, yəni bu məncə Azərbaycan hökumətinin ən böyük uğurlarından biridir və mən təbii ki, həm də Azərbaycan vətəndaşı olaraq buna çox sevinirəm və bu təqdirə layiq bir haldır. Sonra son zamanlar Azərbaycandakı o həbslər, hansı ki, vaxtında o insanlar necə deyim ki, çox bu mövzuya girməyək. Nəysə, başa düşdün, həbslər. Bax, bunlara mən çox sevinirəm. Məncə, çoxdan olmalıydı belə şeylər. Yəni, Rusiyanın o tör-töküntülərini Azərbaycandan təmizləmək, bu çox yaxşı addımdır və mənə görə çox təqdirə layiq bir şeydir. Bilmirəm, başqa Azərbaycanda digər iqtisadiyyatda artım var yoxsa yoxdur. Məncə bir o qədər də dəyişir. Yox. Ümumi iqtisadi stagnasiya yaxın 3 il üçün Dünya Bankının da ümumiyyətlə Rusiya üçün verdiyi proqnozlar və Azərbaycan iqtisadiyyatında olan o krizis dönəmi tək yəni Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. Və yaxın 3 il ərzində məncə biz hansısa bir xəyallardan çox reallığa yaxın olmalıyıq ki, çətin olacaq, hamı üçün çətin olacaq, içində də biz qarışıq. Yəni yeni bir dönəmə qədəm qoyuruq. Təbii ki, çünki əgər bir ölkə ancaq bütün qazancını neftə bağlayırsa və neft də əgər dünyada gün-gündən populyarlığını itirirsə, bu elektrik enerjili maşınlar filan, təbii ki, Azərbaycan üçün heç də yaxşı olmayacaq. Ona görə də məncə dövlət alternativ yollar axtarıb tapmalıdır ki, bir şəkildə yəni ölkəyə pul gəlsin. Bəli, və ümumi, yəni sən bu görüntüyə baxsan da, Rusiyanı götürürsən, Ukraynanın özünü götürürsən. Məsələn, mən Ukraynanı çox sevmişəm və Ukraynaya getməkdən öncə bəlkə bir 50-yə yaxın ölkələrdə olmuşam. Amma başa düşürəm ki, artıq mənim sevdiyim Ukrayna və sevdiyim Kiyev şəhəri əvvəlki kimi olmayacaq. Sadəcə həyatda reallığı olduğu kimi qəbul edərək, davamlı şəkildə yaşayaraq zövq almağa çalışmaq lazımdır. Mən belə fəlsəfədəyəm. 100% başqa yolumuz da yoxdur. Onsuz da dediyimiz kimi hadisələrə təsir eləyə bilmirik. Bir də bu xoşbəxtlik məsələsi sadəcə insanlar xoşbəxtlikdən çox şey gözləyirlər. Amma mənə belə gəlir ki, onsuz da 100% heç kim, məsəl üçün, adi bir günün içində bir insan deyə bilməz ki, 24 saatın hər saatını mən xoşbəxt oldum. Çünki xoşbəxtlik müəyyən anlarda olur da. Ona görə də, yəni əgər bu xoşbəxtliyi tapa bilsələr insan, sən dediyin kimi o yeməkdən, içməkdən, parkda gəzməkdən, dostlarla, qohumlarla ünsiyyətdən, bəli, hər şeydən ola bilər. Yəni bunlardan zövq ala bilsələr insanlar, əslində insanların həyatı çox daha yaxşı olacaq. Çünki o xoşbəxtliyi axtarmaqla bir ömür gedir. Yəni mən nə vaxtsa xoşbəxt olacağam, nə vaxtsa hansısa işim daha yaxşı olacaq deyə insanlar ömürlərini keçirirlər və bir də baxırlar ki, artıq yaş o yaş deyil, artıq ömür arxada qalıb və heç bir şeyə nail olmayıblar. Yaponlar deyirlər ki, samuray üçün getdiyi hədəfdən vacib keçdiyi yoldur. Və insanlar da bəzən xəşbərlik deyir ki, mən bu evi alsam xoşbəxt olaram. Amma o evi alana qədər getdiyi yol nəticədə evi alandan sonra daha çox zövqlü gəlir insana. Ona görə burada və indi yaşamağı bacarmaq lazımdır. Və xoşbəxtlik elə bəlkə də elə indi biz bu müsahibədə də hardasa Şuraltı, o Kiyevdəki keçirdiyimiz vaxtlar, dediyimiz, güldüyümüz anlar, o sabitlik, rahatçılıq, yaşıllıq, təbiət, yəni oradan da bir parça aldıq da bu ünsiyyətimiz vaxtında. İnşallah yaxın zamanda görüşmə ümidi ilə ayrılıram. Qismət təşəkkür edirəm bu müsahibəyə görə. Mən təşəkkür edirəm İdris. Mən təşəkkür edirəm sənə. Mütəmadi olaraq səninlə danışırıq, amma istədim ki, tamaşaçılardan olan bu sual ki, qismət hardadır və necədir? Qismət Almaniyadadır, qismətdə hər şey yaxşıdır başa düşdüyümüz kimi və bundan da yaxşı olsun. Və İdris, sonda bir şey də deyim. Buyur. Əgər həqiqətən mənim sənətimlə maraqlanan, özümlə maraqlanan insanlar, bilirəm ki, onlar çoxdur, amma günümüzdə ki, bu sosial mediada o qədər müxtəlif kontentlər var, bəlkə axtarıb tapmaq olmur, amma bəlkə sənin kanalın da bir daha deyim ki, Qismətin Radiosu adlı bir yayımım var. Həftənin bazar günləri Bakı vaxtı ilə saat 9-da olur YouTube kanalında və mənə axtaranlar, danışığımı, səsimi, mahnılarımı eşitmək istəyənlər buyurub qatıla bilərlər. Təşəkkür edirəm Qismət. İnşallah görüşərik. Mən təşəkkür edirəm.
Və Dünyada bir Azərbaycanlı layihəsində bugünkü qonağımız vaxtikən Azərbaycanda çox sevilən, dinlənilən bir ifaçı Qismət Məmmədzadə idi. Növbəti efirlərdə görüşməyə ümid ilə mən sizdən ayrılıram. Sağ olun, salamat qalın.